Sizə türklərin Android hekəliyini desəm, hətta bu əməliyyata Namik adını verməklərini bu dəfə bunlara edən Rus hacker qruplar deyildi. Eyni millətdən olduğumuz türklər idi. Və təkcə Android hekləməyə kifayətlənmədilər. Eyni zamanda bütün dünyanı trollqadılar. Bu hacker qrupu və Namik etdikləri əməliyyat nəticəsində Androidin adını dəyişdirəcək və bütün dünyaya Namiki bir şirniyyat kimi tanıtacaqdılar. İndi isə siz kanala abunə olub, video like atıb məni dəstək olarkən, mən də sizə bu böyük hek əməliyyatının hekayəsini danışım. İnci sözlük 19 dekabr 2009-cu il tarixində Sərxan İncə və İsmail Alper tərəfindən quruldu. Klassik forum formatında olan bu sayta bilet alıb qeydiyyatdan keçir və istədiyiniz hər hansı bir mövzu başlığı ilə bağlı fikirlərinizi yaza bilirdiniz. Və bu forum dövrünün ən populyar forumu olmuşdu. Hətta küçələrdə belə bu forumdan danışılırdı. O dövrün Türk internetində məşhur olan sosial şəbəkələrin heç birində anonimlik yox idi. Nə də adam kimi söyüş və cinsi mövzulara icazə verilirdi. İnci sözlük istisna olmaqla. 2009-cu ilin dekabrında ortaya çıxan İnci sözlüyün qaydaları dövrün internetinə görə xeyli azad idi. Dini və siyasi mübahisələrə girmədiyiniz, üçüncü şəxsləri açıq-aşkar təhqir etmədiyiniz müddətcə problem yox idi. Amma buna baxmayaraq bunların hamısı İnci sözlükdə yenə edilə bilirdi və sayta hər an daxil ola bilmirdi. Yazıcı, yəni istifadəçi qəbulları müəyyən dövrlərdə olunurdu və uzun müddət qapalı qalırdı. Bu da sözlüyün əfsanələşməsinin səbəblərindən biri idi. Çünki sözlük özəl idi, amma əfsanə olmalarının tək səbəbi bu deyildi. Səmimi, argo dilinin hakim olduğu sözlük o dövrdə hər yerdə idi. Hər hansı bir mövzu haqqında istədiyiniz şeyi yaza bilirdiniz. Bəzi yazıçılar həqiqətən yazıcı kimliyinə bürünüb, gələn reaksiyalara görə hekayələr belə yazırdı. Gecələr yazılan qorxu hekayələri, gündəmə bağlı açılan başlıqlar, həyat məsələləri, yazıçıların həyatına dair hekayələr və yenə sözlükdəki yazıçıların yazdığı qurumsal hekayələr. Bunlar doğrudan da Türk internetinin qızıl illəri idi. Türkiyənin hər yerindən gənclərin istifadə etdiyi sözlükdə tez-tez trollar edilirdi. Və məhz bu trollar sözlüyün əfsanələşməsinə səbəb oldu. Hətta hamımıza tanış olan bu adı sözlüyün moderatorlarından biri olan Namikin adı olacaqdı. Amma bir şey çatışmırdı. Namik bir şirniyyat adı deyildi. Bu problemi də həll etdilər. Sadə Südlük 20 arabasının adını Namik olaraq dəyişdirdilər və internetdə bununla bağlı videolar paylaşmağa başladılar. Hətta bu da bəs eləmədi. Namik şirnisinə romantik bir hekayə də yazdılar. Südlük 20 havası hazırlayan televiziya proqramlarını montaj edib hamısı Namik şirniyyat etdilər. VPN-lər quruldu. Bəzi sözlük istifadəçiləri sadəcə bot vasitəsilə Namik adını göndərmək üçün telefonlarına root atıb proqramlar yüklədilər. Hətta bəzi istifadəçilər internet klublardakı 43 kompüterə makro yazıb Android saytına Namik giriş etdilər. Dəli kimi yatmadan davamlı IP dəyişdirərək yarışmaya Namik adını göndərdilər. Çox keçmədən digər sözlüklərdən dəstək gəlməyə başladı. İlk olaraq Donanım Haber və Udaq sözlük kömək etdi.
Daha sonra WebTekno, Shift və hətta inci sözlüyün ən böyük düşmənlərindən biri olan Ekşi sözlük belə hadisəyə dəstək verirdi. Onlar sözün əsl mənasında yenidən tarix yazırdılar. İllərin südüqü ilmik havası artıq namik şirniyyat olmuşdu və Androidin yeni versiyası olmaq yolunda inamla irəliləyirdilər. Amma heç bir liderlik siyahısı yox idi. Yəni nəticələri görə bilmirdilər. Başlığı başladan arxa sıradakı şagird adlı yazar Google email atıb nəticələri görmək istədiyini bildirdi. Amma heç bir cavab gəlmədi. Bu vaxt Kanadada yaşayan, Google-da yüksək vəzifədə çalışan bir tanışı olan Osturan Leyek adlı başqa bir yazar nəticələrdən xəbərdar olduğunu iddia etdi. Deyilənlərə görə birinci sırada Android Noodle, ikinci sırada isə Android Namik var idi. Daha çox səsə və daha çox reaksiyaya ehtiyac var idi. Sözlükdə Namik şirniyyatı necə hazırlanır başlıqlı ilginc videolar çəkilib dünyaya tanıdılırdı. Hətta Namik şirniyyatı ilə bağlı bir Wikipedia səhifəsi belə yaradıldı. Topçu No5 adlı bir yazar bu hadisədən o qədər əmin idi ki, inci sözlük üçün Android tətbiqi belə yazdı və gözlənilən gün gəldi. Hamı arxasına söykənib nəticələri izləyirdi. 22 avqust 2016. İncidəki hər kəs əlindən gələni etmişdi. Yatmamış, gündəlik alarmlar qurmuş. Bəlkə də kompüterlərinə minlərlə fərqli VPN qurub səs göndərmişdilər. Buna görə də özlərini rahat hiss edirdilər. Amma hər şeyə rəğmən Android 7.0-ın adı Nougat oldu. Amma burada inci sözlüyün qazandığı bir zəfər var. Hələ ki uduzduklarını düşünməyin. Çünki Google namik şirniyyatı deyilən bir şeyin həqiqətən mövcud olduğunu inanaraq paylaşdığı videoda namik şirniyyatına həqiqətən yer vermişdi. Hər nə qədər Android 7.0-ın adını seçə bilməmiş olsalar da, dünyanın ən böyük şirkətlərindən biri olan Google-un namik şirniyyat deyə bir şey olduğunu inandırmışdılar. Hətta bu gün də internetdə namik şirniyyatının reseptləri dolaşır. Beləliklə, internetdə gördüyünüz hər şirniyyat adına aldanmayın. Növbəti videoya qədər özünüzə yaxşı baxın. Sağ olun.